Rusiyada məşhurlaşan bloger Hüseyn Həsənov anasına xüsusi hədiyyə hazırlayıb. Bloger 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideyninə 8 pul buketi bağışlayıb. Həmin görüntüləri izləyiciləri ilə bölüşən Hüseyn paylaşımına "Ana, bayramın mübarək, 8 mart münasibəti ilə bütün gözəl qadınları təbrik edirəm, sizi sevirik" deyə vurğulayıb. Əməkdar artist Abbas Bağırovla müğənni Mehin Hümbətova son paylaşımları ilə diqqət çəkiblər. İfaçılar əl-ələ gəzdikləri anları görüntüləyiblər. Videoda maraqlı məqam Abbasın ayaqla yolla gedərkən Mehinin sükan arxasında əyləşməsi olub. "Hələ məni belə evə yola salan olmamışdı. Mən piyada gəzməyi xoşlayıram. Təklifin üçün çox sağ ol" deyə Abbas Bağırov videoda deyib. Müğənni Xatun Əliyeva 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə fotosessiya elətdirib. Müğənni geyim əvəzinə güllərdən istifadə edib. Xatun fotolarını "Qadın, sevginin, səbrin, gücün ən gözəl adlı 8 martınız mübarək gözəl qadınlar" sözləri ilə yayımlayıb.